Baxın, misal çəki alimlərdən biz. Təsəvvür edin ki, sizə deyirlər ki, sənin qarşında nadir və çox dəyərli bir inci var. O, 20-dən 30-a qədər nömrələnmiş 10 qutudan birindədir. Və sənə onu açmaq üçün məhdud vaxt verilib. Və bu halda inciyə sahib olmaq üçün hansı yolu seçərdin? Yalnız bir qutunu, məsələn, 21-ci, 27-ci, 25-ci, yoxsa hamısını açardın? Ağıllı və tədbirli insan əlini yanına salıb gözləmə, əksinə bütün qutuları açmaq üçün çalışar. Çünki o da bir incidir, o tək gecələrdən birisindədir. Elə bunun kimi Ramazan son 10 gecəsində biz də bütün gecələrdə ibadət etməyə çalışmalı, yalnız bir və ya 2 gecə ilə kifayətlənməməliyik. Qədir gecəsi mübarək bir gecədir və Ramazan son 10 gecəsində dəyişir. Peyğəmbərimiz onu tək gecələrdə daha çox olacağını xəbər vermişdir. Qədir gecəsini Ramazanın son 10 gününün tək gecələrində axtarın deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm.